Salam, hər vaxtınız xeyir əziz döyüş həvəskarları. Nokaut verilişi növbəti buraxılışı ilə efirdədir. Bugün biz sizə fərqli bir idman növü Real Aikido'dan danışacağıq. Qonağımı istərdim sizlərə təqdim edim. Qonağım Beynəlxalq Real Aikido Federasiyasının vitse-prezidenti, Azərbaycan Real Aikido İdman Klubunun prezidenti, 5-ci dan qara kəmər ustası Fariz Abdullayevdir. Xoş gördük sizi Fariz müəllim. Xoş gördük İbrahim bəy. Çox sağ olun dəvətinizə görə. Burada olmaq həmişə xoşdur. Başlayaq ilk olaraq Azərbaycan Real Aikido Federasiyasının Azərbaycandakı fəaliyyətindən hansı müddəti əhatə edir sizin fəaliyyətiniz? Rəsmi olaraq 20 iyun 2013-cü il tarixindən başlayır. Yəni Ədliyyə Nazirliyində qeydiyyata alınmışıq və o vaxtdan burada fəaliyyətdəyik. Hal-hazırda fəaliyyətimizdə olan 11 klubumuz var, 11 yerdə filiallarımız var və hal-hazırda 300-dən çox idmançı var ki, sırf Real Aikido ilə məşğul olurlar. Ümumiyyətlə, maraq necədir Fariz müəllim bu idman növünə? Nəzərə alsaq ki, Real Aikido'dan öncə başqa Aikido istiqamətləri də ölkəmizdə olub. Amma Real Aikido xüsusi bir populyarlıq qazandı. İndi burada bizim də biraz zəhmətimiz var, amma düşünürəm ki, nədənsə qismətimiz belə oldu ki, Real Aikido daha populyar oldu. Bəlkə də bunun formatı ilə əlaqədardır ki, daha çox özünü müdafiə üçün, daha çox dinamika, daha çox sərtliyi özündə cəlb elədiyi üçün, özünü müdafiəyə daha yaxın olduğu üçün bəlkə də ona görə sevildi və artıq sosial şəbəkədən izlədikdə və müraciətləri gördükdə, ümumiyyətlə zallardakı vəziyyəti gördükdə anlamaq olur ki, maraq artır və bu ilbəil artır. Günümüzdə artıq texnologiya dövrüdür. Sosial şəbəkələrdə insanlar öz gündəlik fəaliyyətlərini paylaşırlar. Həmçinin sizin də sosial şəbəkələrdə rəsmi səhifələriniz var. Yəqin ki, bu bir qədər sizin işinizi asanlaşdırıb. Çünki əvvəllər yalnız televiziya ilə müəyyən çərçivələnirdisə sizin fəaliyyətiniz, artıq bütün dünyaya rahat şəkildə yəqin ki, açıla bilirsiniz. Bəli, bəli. Çox doğru vurğuladınız. Öncələr yalnız bu televiziya vasitəsilə biz təbliğat edə bilirdik. Sosial şəbəkədə gördüyünüz bütün videolar, bütün media 99%, bəlkə 99,9% mənim tərəfimdən çəkilir, montaj olunur və yerləşdirilir. Və bunu mən artıq illərdir edirəm. Siz demiş, bu işimizi idman sardan asanlaşdırsa da məsuliyyətini dərk edirəm, çünki mediaya yaydığım material mənə aiddir. Gözəl məqama toxundunuz və bildirdiniz ki, özüm yəni bilavasitə bu işin təbliğatı ilə məşğulam. Siz necə yəni bu idman növünü tanımısınız, sevmisiniz və artıq 5-ci dan qara kəmər ustasına qədər gəlib çıxmısınız? Birinci onu deyim ki, heç düşünməzdim ki, bura qədər gəlib çıxaram. Mən sadəcə qara kəmər olum, bəs eləyir düşünmüşdüm. Bu da bizim dildə 1-ci dan qara kəmər ustası. Amma artıq mənim 5 qara kəmərim var, siz dediyiniz kimi. Ümumiyyətlə, mən uşaq ikən Bruce Lee-nin və bir sıra, belə deyim, filmlərə baxıb. Bəli, filmlərlə böyümüşəm mən də və həmin dövrdə mən heç bilmirdim ki, Aikido nədir. Mən düşünürdüm ki, bir dənə idman var, o da karatedir və mən düşünürdüm karateyə gedim. Və atam dedi ki, hələ biraz gözlə, biraz böyü, filan peşməkən. Daha sonra qohumlarımızdan biri mənə tövsiyə elədi ki, bəs sənə uyğun məncə Aikido ola bilər. Dedim, o nədir? O da məni belə həvəsləndirdi, belə izah elədi ki, amma düz demişdi. Dedi, balaca uşaq belə olsan, texnika vasitəsilə, sirlər vasitəsilə böyük kişini belə zərərsizləşdirə bilərsən, ona ağrı verici... İnsana biraz qeyri-adi gəlir. Bəli, bəli. Mən də fikirləşdim ki, belə şey ümumiyyətlə mümkündür. Yəni, necə ola bilər ki, mən uşaq ola-ola özümdən fizikən böyük bir adama bir fəndlə yıxa bilərəm. Və belə maraqlandım. Ondan sonra atam da axtardı və bu idmanı tapdıq. Bəlkə də sizin o həmin qohum indi bizi izləyir, həyatdadsa əgər. Yəqin ki, onunla danışırsınız, müəyyən söhbətiniz olur. Faiq adlı qohumumuzdur, belə deyək. O da həmişə deyir ki, çox sağ ol ki, məni də vurğuluyursan, amma vurğulamalıyım, çünki onun haqqıdır. İzləyicilər sadəcə yəni izləyici formasında gördükləri odur ki, Real Aikido ilə və yaxud digər idman növləri ilə məşğul olursan və sənə müxtəlif rənglərdə kəmərlər verirlər. İllərin əziyyəti olmalıdır burada. Ümumiyyətlə, bu necə formalaşır, bu kəmər vermə prosesi? Bir il məşğul olub, rahat şəkildə mən qara kəmər ala bilərəm. Şəxsən mənim yaralı mövzumdur. Siz yaxşı vurğuladınız. Kəmər vermək və kəmər almaq. Kəmər vermək çox təəssüf ki, bəzi təşkilatlarda, bəzi rəsmi olmayan qurumlarda kəmər vermək prosesi həqiqətən baş verir. Məsələn, belə deyim, mən öz təşkilatımızda rəhbər şəxsəm, möhür əlimdədir, imza məndədir. Rahatlıqla istədiyiniz mən sizə indi verilişdən sonra 1-ci-dan qara kəmər də yaza bilərəm. Tutaq ki, sarı kəmərdən söhbət gedirsə, 10 fənd göstərirsiniz. Proqram üzrə təyin olunmuş, əldən, yaxadan, nə bilim, bıçaqdan məsələn.
10 fənd göstərirsiniz, özünü müdafiə fəndi. Aşma hərəkətlərini yerinə yetirirsiniz, əl-ayaq hərəkətlərini yerinə yetirirsiniz və siz sarı kəmərə layiq olursunuz. Beləcə də digər kəmərlər, amma hər birində həm fənd sayı dəyişir, həm fəndin tərkibi dəyişir və oradakı aşma hərəkətləri də çoxalır və qara kəmərə doğru getdikcə daha ağırlaşır məsələ. Qara kəmərə çatdıqda isə artıq buna normalda 5 ilə 6 ilə bizim idman növündə çatmaq olur. Birincidən qara kəmərə çatdıqda artıq hardasa hər idmançı bir 50-60 texnika özünü müdafiə fəndi göstərir. 2 nəfərdən eyni zamanda yayınma göstərir və s. axır. Bıçaqdan, odlu silahdan yayınma versiyalarını göstərirlər və bunun nəticəsində birincidən qara kəmər ustalıq dərəcəsi alırlar. Və sonra da damlar arasında təbii ki, hərbi rütbələr kimi müddətlər artır. Əslində siz düz vurğuladınız. Bir növ idmançının özünü aldatması kimi olur. Həqiqətən o mərhələni keçməlisən. Doğrudur. Və sizdə də yəqin ki, bu Beynəlxalq Real Aikido Federasiyasının prezidenti gəlir, birbaşa imtahanı o götürür. Bəli, bu doğru qeyd elədiniz. Həm də onu qeyd edeyim ki, bu qara kəmər məsələsi barədə bəlkə də yeganə təşkilatlardanıq ki, çünki mən başqa YouTube videosu ya başqa YouTube kanalı görməmişəm ki, qara kəmər imtahan prosesini YouTube-a yerləşdirsinlər. Hər şey şəffaf şəkildə. Mən şəffaf şəkildə, alın açıq formada bütün tələbələrimin, qara kəmər olmuş bütün tələbələr, hansını ki ad soyadını bilirsiniz, hansını ki sosial şəbəkədə görürsünüz. İndi birazdan biri ilə də tanış olacaqsınız. Tələbəm də ondan bir yerdə sizə yəni texnikalar göstərəcəyik. Məsəl üçün onların ad soyadını internetdə vurmaqla siz onların imtahanına baxa bilərsiniz ki, birinci dan qara kəməri bu şəxs necə alıb, ikinci danı necə alıb, 7-ci dan qara kəmər ustası professor İqor Petroviç hər il Bakıya gəlir, ustad təlim dərsləri keçir bizim idmançılara və özü şəxsən kəmər dərəcələrini, imtahanını qəbul edir. Dünya Federasiyasının belə deyək, vitse-prezidenti kimi mənim də haqqım çatır ki, qara kəmərə qədər, hətta 3-cü dan qara kəmər, 4-cü dan qara kəmərə qədər imtahan götürürüm. Amma mən bunu eləmirəm. Mən yalnız başlanğıcda sarı və narıncı kəmərin imtahanını edirəm. Yəqin ki, sizin də səfərləriniz olur, çünki zaman keçir. Digər sahələrdə olduğu kimi Real Aikidoda da müəyyən yenilənmə olur. Çünki bu şərtdir, yenilənmə olmasa artıq idman növünün də inkişafı bir qədər ləngər. Real Aikido bəlkə də Aikido növləri, ümumiyyətlə dünyada 50-dən çox Aikido tərzi var. Bütün bu Aikidoların içində yeganə Aikido sistemidir ki, bəlkə hər il yenilənir. Uzun illərdir gedirəm seminarlara filan, Azərbaycanda 6 dəfə beynəlxalq seminarlarda və hətta 2 dəfə Fransada keçirilən Beynəlxalq Döyüş Növləri Festivalında Dünya Real Aikidosunu təmsil etmişəm. Tək Azərbaycan yox, Dünya Real Aikidosunu təmsil edən 8 nəfərdən biri mən olmuşam. Tələbələrim mənlə birgə səfərlərə gedirlər. Onları biz belə deyək, öz maddi hesablarımızla, öz gücümüzlə, öz dayağımızla aparırıq və artıq son illərdə biz Serbiyada çıxışımız olubdu, nümunəvi çıxışlarımız Qazaxstanda dəfələrlə olubdu və Rusiyanın Yekaterinburg şəhərində də çıxışımız olubdu. John Wick filmində Real Aikido səhnələrindən istifadə olunub və döyüşlərin əksəriyyəti, fəndlərin daha doğrusu, yəni əksəriyyəti realdır. Hətta bunu oyunda da tətbiq ediblər. Bəli. Və oyunda da yəni sırf kompüter və yaxud süni intellektdən istifadə olunmuyor. Bəli. Mümkündür ümumiyyətlə sırf o filmdəki hərəkətləri o formada real həyatda göstərmək. Ümumiyyətlə mən onu qeyd edeyim ki, mən özüm də John Wick-i çox bəyənirəm o obrazı, Keanu Reeves-i ümumiyyətlə bəyənirəm və bu son John Wick 3-4 seriyasında nə çəkilibsə, hamısına dəfələrlə baxmışam. Çünki döyüş səhnələri doğrudan da çox reallığı təmsil edir və texnikalar çox gözəl işləyir və həqiqətən də dublyorsuz bu hərəkətləri eləyir, özü o məşqləri eləyir. Orada tək real aikido texnikaları yox, jiu-jitsu da var, brazilski jiu-jitsu, Braziliya jiu-jitsu da var. Bir sıra başqa idman növlərindən də orada elementlər var. Bizim də real aikido hibrid sistem olduğu üçün orada oxşarlıqlar var. Nə qədər real o texnikanı işləsə də filmdir. Siz təsəvvür edin ki, orada gördüyünüz texnikalar, təbii ki, orada indi səhnədə 5-10 nəfərlə eyni anda döyüşür. Bu demək olar ki, mümkün deyil. Həqiqəti müəyyən. Bəli, professional idmançılar bilir ki, bu 5-10 nəfərlə ən güclü idmançı belə eyni anda vuruşması çox çətin məsələdir. Amma bir nəfərlə deyək ki, tətbiq edir o texnikanı, o videodakı kimi alınmaması normaldır. Çünki o bazadır. Dəfələrlə həmin bir səhnə çəkilir, sırf hər bucaqdan, hər tərəfdən çəkilir. Steven Seagal'ın filmlərində də elədir. Məsələn, biz özümüz indi birazdan sizlə texnikalar göstərəcəyik. Biz onun ideal şərtini göstəririk ki, bu texnika belə olmalıdır. Amma küçə şəraitində o tamam fərqli də ola bilər.
Yəni rəqib burdakı kimi hücum etməyə bilər. Mən burdakı kimi reaksiya verəndə o biraz gecikə bilər, qolunu sındıra bilərəm, heç texnika bitməmiş. Və yaxud da ki, texnikamı biraz da uzatmalı olaram, hər hansı bir əlavə hərəkət ortaya çıxsa. Ona görə də o kinoda gördüyümüz onun ideal şəklidir və bizə də oradan motivasiya verir. Sizin də vurğuladığınız kimi bəzi reallıqlar var və burada oktagonun içində və yaxud ringin içində tamam ayrı reallıq var. Bəli, həyatda başqa ayrı. tamam Bəli, ayrı bəli. reallıq var. Yəni belə mən sizin sözünüzə qüvvət onu deyə bilərəm ki, qəfəsdə çempion olmaq, küçədə də çempion olmaq demək deyil. Küçənin öz qaydaları var. Çünki küçədə qayda yoxdur. Nə qədər biz qaydasız döyüş də desək, MMA və yaxud da bu oktagona Müəyyən qaydalar var. var. Tələbələriniz arasında bir çox digər peşə sahibləri var. Hər kateqoriyaya xitab edirsiniz, necə deyərlər. Tələbələriniz arasında heç olubmu ki, məsəl üçün hansısa filmə baxıb gəlib sizə deyib ki, Fariz müəllim, bax mən elə olmaq istəyirəm, məni öyrədin. Bəli. Mən sizə deyim, bu doğrudan da bir müddət olmuşdu. Bir müddət dediyimdə bəlkə də 10 ildən çoxdur ki, 10 il əvvəl bu aktual idi. Steven Seagalı tanıyırdılar və istəyirdilər ki, o məşğul olduğu idmanla məşğul olsunlar. Daha sonra çox üzr istəyirəm, təvəzzökarlıqdan kənar da olsa mənim özümə görə gəlməyə başladılar. Yəni dövr dəyişdikcə görünür ya tələbat da dəyişir, amma vaxt var idi ki, həqiqətən Steven Seagala görə onun videolarına görüb, onun kinolarını izləyib gələnlər var idi. Bütün o stereotipləri qırır bu idman növü və yaxşıca özünüzü müdafiə edirsiniz, həm sağlam olursunuz. Mən kimono əbəs yerə geyinməmişəm. Düzdür, nəzəri biz kifayət qədər danışdıq. Mən istərdim sizə əyani olaraq da real aikidonun real fəlsəfəsindən, hissəsindən danışaq. Əgər heç bir problem yoxdursa, mən də özümü yoxlamaq istəyirəm Fariz müəllim. Bəli, əziz izləyicilər, real aikidonun nəzəri mərhələsindən danışdıq. Artıq praktiki fəndlərə keçməyin vaxtıdır. Real aikidoda bir çox idman növlərinin vəhdəti var, qarşılığı var. Hibrid sistemdir sizin bildirdiyiniz kimi və ilk sizin yanınıza gələnlərə hansı fəndləri öyrədirsiniz? İlkin olaraq təbii ki, daha sonra da əsas fəndlər var ki, real aikidoda, yəni bunları bilmək şərtdir. Həmin fəndləri Fariz müəllim tələbəsi ilə bir yerdə bizə göstərəcək. Yeri gəlmişkən Fariz müəllimin tələbəsi Vüqar Məmmədov 1-ci dan qara kəmər ustasıdır. Başlayaq ilk fəndlərə. Olar, əlbəttə. Məsələn, biz bu formada üz-üzə dayanmışıq və əgər rəqib yaxa istiqamətindən tutmağa gəlirsə, biz bu necə işləyirik? Digər aikido üslublarında zərbələr demək olar ki, yoxdur. Olsa belə göstəriş naminədir. Bizdə isə, məsəl üçün, üzərimizə doğru gəlirsə, biz zərbə vurub qarşılayırıq və bunu bir anda eləyirik. Yəni, gəlir, zərbəni vururuq və ola bilsin ki, müdafiə burada da başa çatmış ola bilər. Yəni, siz də idmanla məşğulsunuz, bilirsiniz ki, artıq güclü zərbədə ola bilsin ki, burada da artıq o çıxdı kontroldan. Və daha sonra nə edirəm? Qolu bura gətirirəm və geriyə doğru sındırıcı fəndlə onu salıram. Yəni, dirsəyinə təzyiq edirəm. Və ən sonda da real aikidonun ən xüsusi zərərsizləşdirmə hissəsi buradan ibarətdir ki, onu biz tamamilə zərərsizləşdiririk. Həm çəkimizi üzərinə qoyuruq, həm biləyini və dirsəyini sındırma təhdidi ilə onu qarşı-qarşıya qoyuruq, həm də lazımdırsa digər əlini də biz götürə bilirik, burada saxlaya bilirik. Hətta bu güc strukturları üçün göstərilən versiyada bu versiyanı da saxlamaq mümkün. Yəni Fariz müəllim, doğrudanmı əgər bizim üstümüzə bir nəfər gəlirsə, yəni onu biz rahat şəkildə fəndə girib, yerə yıxıb, situasiyadan çox şey asılıdır. Rəqibə sizmi birinci hücum edirsiniz? Mümkünmü mən özüm yoxlayım kimsəyə? Məsələn, mən sizə yumruq atıram. Məsələn, yumruğunu atırsınız və siz salırıq bu formada. Mən inanmıram ki, bu fəndlərdən sonra bir də sizə kimsə hücum eləsin. Mən özüm öyrənmək məqsədi ilə yoxlaya bilərəm. Bəli, mən bir dəfə göstərim, siz davam edin. Siz atdığınız yumruq istiqamətindən işləyirik. Mən yumruq atdım. Bəli, həmin nahiyyə tam ki yumruq atır. Bizim elədiyimiz zərbədən yayınmaqdır. Gəlib və zərbədən yayınırıq.
Yayınarkən Bu formada yəni. sanki X şəklində olur. Bunu seçirik, təlim zamanı. Çöl zamanı isə siz elədiyiniz kimi bu formada da dayanmaq mümkündür. Döyüş vəziyyətində dayanmaq kəmərə görə dəyişir, yoxsa? Kəmərə görə dəyişmir, mühitə görə dəyişir. Mühitə görə dəyişir. Çöl mühitində artıq siz bu formada dayana da bilərsiniz, bu formada dayana bilərsiniz. Çünki güləşə də keçə bilərsiniz, zərbə sisteminə də keçə bilərsiniz. Amma indi siz dediyiniz ssenaridə bilirəm ki, o vuracaq və hiss edirəm, hop, çıxdıq qırağa. Kənara doğru çıxdıq bu şəkildə və qolunu çəkilir. götürdüm. Bundan sonra sol əlim sizin barmağınızdan tutmuşdu, sol əl. Və girdim içəri, zərbə ilə başı qatdım, fırlandım. Bu yer gəlmişin çətin texnikalardan da, amma sizə göstərəcəm. Buradan tutdum və barmağınızdan doğru sizə aşağı çəkdim və ağrı verici fəndlə bura yıxdım. Burada çox adam fikirləşir ki, bəs o birisi əli boşdur, bu birisi ayağı buradadır, vura bilər, eləyə bilər. Buradan mən bayaq özüm əyani olaraq şahidi oldum. Yəni inanın, yəni buradan mümkün deyil ki, kimsə çıxsın, yəni əllə, ayaqla və yaxud başqa əlində nəsə varsa. Bəli. Mənim illər öncəsində dediyim bir söz var idi, ağrı məntiqdən güclüdür. Bu həmin məqam idi siz yaşadığınız. İndi burada da ağrı verdikdə artıq onun əli, qolu... Mən bilirəm ki, bu Nə çəkir? qardaş nə çəkir hal-hazırda. Ondan sonra fırlatdım və bu formada zərərsizləşdirdim. Hara istəsək apara bilərik. Hətta lazımdırsa yerə təzədən qoya bilərik. Burada onu saxlaya bilərik. Fariz müəllim, o necə idi? Mən yoxlaya bilərəm. Vüqar, zəhmət olmasa yumruq zərbəsini rəqibə vururuq. Aha, siz çıxdınız bura bu formada. Göstərim. Ha, bu formada. Bu formada. Bəli. Əlim belə qaldı. Bəli, bunu tutdunuz buradan. Sonra fırladırsınız üzü bu tərəfə. Aha. Və keçərkən zərbə ilə keçirsiniz. Zərbə vurursunuz Bura ki, vururam. sizə müqavimət göstərməsin. Əla. Bundan sonra bunu götürdük buradan barmaqdan Barmaqla. və aşağıya doğru sıxırıq. Özümüz də belə sıxmalıyıq. üzərinə gəlir. Bəli. Aferin. Bundan sonra bu da belə digər əli belə qaldı. doğrudur, bəli. İndi siz digər istiqamətə keçirsiniz və onu fırladıb qaldırırsınız yuxarı. Qaldırın indi əliniz yuxarı zəhmət olmasa, o birisi sağ əli buraxırıq. Sağ elə bura. Əla, sağ əl artıq kömək eləyə bilər saçından tutmağa. Yəni bu fəndi dayanmadan insan məşq eləsə, Avtomatik. təbii ki, bunun kimi bir çox real aikidoda fəndlər Bəli. var. Yəni rahat bir şəkildə artıq siz özünü müdafiənin bir qismini mənimsəmiş olursunuz. Bizim çöldə siz demişkən, variantımız yoxdur ki, hücum gələrkən, məsələn deyək ki, yenə yumruq zərbəsi gəlir. Yumruq zərbəsi gələndə fikirləşməyə vaxtımız yoxdur. Gəl saxla və nəzərə fikirləşməyə alaq deyə ki- bilmirik ki, burada mən 10 dənə texnika bilirəm. Hansını eləyim görəsən? Bu düşünməyə vaxt yoxdur. Biz anidən tətbiq Və eləməliyik. sözdə qüvvət Fariz müəllim, nəzərə alaq ki, qarşımızdakı da indi lap professional da olmasa belə, İdmançı da ola bəlkə də bilər. idmançıdır, Bəlkə də, dayanmadan sənə bəli, bəli. zərbələr Bəlkə də elə zərbələrlə gələcək. Real Aikidonun əsas fəlsəfəsi özünü müdafiədir. Yəni heç kim belə başa düşməsin ki, biz sırf döyüşməyi, Bəli, gedib bəli, təbliğ kimsə yəni mübarizə aparmağı, savaşmağı təbliğ etmirik. Sadəcə bu idman növünün fəlsəfəsi odur ki, təbii ki, həyatdır. Hər kəsin başına müəyyən xoşa gəlməz anlar gələ bilər, yaşaya bilər hər kəs. Yəni elə məqamlarda nə etdiyini biləsən. Bəli, son zərurət halında nə Bəli. edəcəyimizi bilək. Biz həmişə döyüşdən, davadan qaçırıq. Ola bilər ki, indi qarşımızdakı şəxs yayınar və Bəli, əli bəli. müəyyən formada. Amma hər bir halda önəmli olan o əli tutmaqdır. Buradan keçdik, gəldim bura. Mən saxlamışam onu kontrol vəziyyətində. Ya əli tutub ola bilər ki, əli Bəli, sürüşər əli və sürüşdü yaxud və yaxud digər da məqam ola əl bilər. sürüşdü məsələn. Mən vəziyyəti dəyişdim, çevirdim bura, fırlatdım, bura fırlatdım. Buradan əksinə bura fırlatdım. Buradan gəldim, bura keçdim. Fikrimi dəyişdim, qaldırdım, buradan bura atdım. Çevirdim, gətirdim bura. Fırlatdım və başdan atdım. Çevirdim, gətirdim və s. Buradan yenə qaldırdım və getdik. Normalda hələ Fariz müəllim bu fəndləri bəlkə də yavaş keçir. Bəli, bəli. Əl-ayaq zərbələrindən necə müdafiə olunma? Daha doğrusu Olar. biz əl zərbələrindən göstərdik, ayaq Ayaqdan da zərbələrindən olar. müdafiə. Deməli, onu qeyd edeyim ki, siz dediyiniz kimi Aikido, real Aikido əsas xətt olaraq Aikidodan, Jiu-Jitsudan, judo elementlərindən və bir sıra döyüş növlərindən, qaymaq hissələrindən ibarətdir. Məsələn, yandan zərbə gələrsə, biz normalda necə işləyirik? Saldıq bura. Sol ayağı qoyuruq bura ki, qaça bilməsin və sağla fırladırıq. Bunun üçün ki, bura qoyduqda o çıxa bilir, qaça bilir və fırlana bilir. Ya bura, ya əks istiqamətə. Ona görə bunu burada saxlayırıq və tam zərərsizləşdir. Mən burada silahları görürəm.
Fariz müəllim, burada tapancalar var, eyni zamanda bıçaq var. Bəli, bəli. Mümkündürsə gətirim. Əlbəttə ki, gətirin. Eyni zamanda güc strukturları üçün nəzərdə tutulan və yaxud da ki, ola bilsin ki, pis niyyətli adamlar hər hansı bir şeylərlə götürüb bizə hücum edə bilər. Başlayaq elə tapancadan. Okey. Deməli, burada da bir neçə versiya işləyə bilərik, tapanca versiyasında. Biz bir daha qeyd edirik ki, biz bəzən texnikaları sosial şəbəkədə göstəririk. Düşünürlər ki, biz deyirik ki, harada tapanca görsəniz üzərinə gedin, harada bıçaq görsəniz üzərinə gedin. Biz yenə qaçmadan, davadan, gərginlikdən yayınmağın tərəfdarıyıq. Maksimum əsas təbliğatımız sağlam həyatdır. Doğrudur. Burada isə söhbət ondan gedir ki, qaçmağa yerim yoxdur və adam məni təhdid eləyir. Bu zaman artıq mən özümü qorumaq artıq son çıxış yeri kimi nəsə eləməlisən. Son çıxış yeridir, bəli. Bəziləri tapancanı tutandan sonra fənd tətbiq eləyir. Bu biraz gecdir. Çünki onun beyni komanda verir ki, silahı qaldır. Sonra da atəş aç. İki komandadır. O silahı qaldırda artıq dəf edilməlidir. Məsəl üçün silahı qaldırır və keçdik. Yəni burada nə baş verdi, mən sizə deyim. O silahı qaldırdı, hələ gəlib ora çatmamış. Biz biləyini açdıq. Yəni, bir əlimlə bu hissədən vurdum. Bir əllə də bu bir. Bir əllə də yumruğun demək olar ki, üzəri ilə bu hissələrdən vurdum və nəticədə ani açılmaya gətirib çıxartdım. Və bıçaqla da eyni yəni situasiyadır, yoxsa bıçaqda demək olar artıq ki, bir qədər fərqlidir? Bıçaq da çox təhlükəlidir, təbii ki, odlu silah kimi və gördüyümüz qədərlə bıçaqla daha çox hadisələr ola bilir, nəinki odlu silahla. Ona görə də bıçaq da fikir verilməli bir məqamlardan biridir. Bəli, məsələn, belə deyək, aşağı nahiyədən adətən hücum olur. Bizim əsas məqsədimiz hücum xəttinin üzərində qalmamaqdır. Yəni, bu hücum xəttidir hesab edək, mən bunun üzərində qala bilmərəm. O üzərimə gəlir, mən bunu tutsam da, bu burada uzadıb mənə çata bilir. Əsas məsələ hücum xəttindən yayınmaqdır. Bunun üçün də bizim 45 dərəcə dediyimiz qırağa çıxma versiyası var. Və mən burada qırağa doğru çəkilməliyim. Bir, gövdəmi uzaq tuturam, əllər X şəklində blokluyur ki, bıçaq gəlib bizə çatmasın, əlimizə, qolumuza dəyə də bilər. Amma əsas odur ki, vacib orqanlara dəyməsin. Rəqibi zərərsizləşdirib birinci növbədə fikrini yayındırırıq. Bu da. Ondan sonra qabağa doğru, üzərinə doğru getdik və buradan da əlindən bıçağı aldıq. Dəqiq bilirəm ki, o vəziyyətdə olan insan artıq ağrıdan, yəni heç bir halda düşünməyəcək. Fariz müəllim, sizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Fəaliyyətinizdə, tələbələrinizin fəaliyyətində uğurlar arzu edirəm. Çox sağ olun. Siz sağ olun ki, bu idmanı işıqlandırmağı seçdiniz. Biz də əlimizdən gələn elədik ki, az da olsa bu ayrılmış vaxtda sizə nəsə göstərək. Təşəkkür edirəm, uğurlar sizə. Çox sağ olun, var olasınız. Minnətdaram, təşəkkürlər. Bəli, əziz izləyicilər, nokaut verilişindən bu buraxılışdıq çatdıracaqlarımız bu qədər. Yenidən görüşmək ümidi ilə hələlik.